Atletik Bilbao'ya ilk məğlubiyyətini yaşayan Qarabağ Bakıda Chelsea ilə nə edəcək? Nəzərə alaq ki, Chelsea ilə oyunda əsl Çempionlar Liqası səviyyəsində bir rəqibi görəcək. Və gəlin indi bir epizod göstərim ki, hardakı Qarabağ Atletik Bilbao ilə tutuldu və bu oyunda da çox ehtiyatlı olmaq lazımdır. Çünki top komandalar bunu getdikcə aktiv şəkildə istifadə etməyə başlayıblar. Ajaxla maçda vurulan qoldu. Gördüyümüz kimi 5 futbolçu var və 5 futbolçunun qabağında bir ofsaydda yatıb qalmış, belə dırnaq içində Chelsea futbolçusu var. Bu hücumçu 9 nömrə Mark Guyu'dur. O ofsaydda qalır ki, rəqibin müdafiəsini çaşdırsın. Əgər bu baş vermirsə, Ajaxla maçda olduğu kimi Mark Guyu ofsayddan hücumun ikinci fazasında onside, yəni oyun çərçivələri qaydasında öz mövqeyində olur və burada fərqlənir. Qarabağ nəyə görə ehtiyatlı olmalıdır? Xatırlayaq bu qolu. Burada əlbəttə ki, Qarabağın yüksək xətti iflasa uğradı. İndi keçək komandanın ən təhlükəli futbolçusuna, mənim fikrimcə Qarabağa qorxulu bir 90 dəqiqə yaşada biləcək bir futbolçusuna. Bu da Kukurelladır. Baxın əvvəlcə bu epizoda Salah ilk başda Kukurellanın dalınca düşür, amma bilirik ki, Salah nizam-intizamlı deyil. Müdafiə işləmək planında Kukurellanın başını buraxır və nəticədə 3-2 epizod yaranır və bu Qarabağ üçün də yaxşı siqnaldır ki, Leandro Andrade, hansı ki adətən meydanın ümumi istilik xəritəsinə baxsaq bu hissəsində işləyir. Andrade'nin və Qurban Qurbanova ilk öncə Kukurella ilə bağlı qərar qəbul etməsi vacibdir. Çünki əgər bu cinahdan çox açılarsa Andrade və geri qayıtmağa macal tapmazsa, sayazlığında tutulmaq ehtimalımız 100% olacaq. Çünki bu Chelsea-nin ən standart silahlarından biridir. Gəlin əvvəlcə Mozesin Liverpool'a qarşı vurduğu bu möhtəşəm qola baxaq. Yenə də baxın, analoji ssenari. Mozes Caicedo ya qapanan rəqibə qarşı, ya boş mövqe görür qabağında və bunun nəticəsində zərbə vurmağa əlbəttə ki, məşqçidən onun tam lisenziyası var və ona görə çox gözəl zərbə ilə biraz da rikoşetin sayəsində fərqlənir. Bundan başqa, əgər rəqib avtobus parkovka edirsə və ya çox dərin müdafiə olunursa, Chelsea-nin tez-tez istifadə etdiyi silahlardan biri, hətta ikisini birləşdirib deyək, kornerlər və asmalardır. Chelsea kornerlərdən West Ham'a qarşı hat-trick elədi. Gəlin əvvəlcə sadəcə olaraq o kornerlərin vurulma dinamikasına baxaq. Yəni komanda həmin maçı 1-0 geridə olsa da 5-1 hesabı ilə qazandı və 3 gol kornerdən gəldi. Bu əslində absurd statistikadır, amma Chelsea bu işləri çox yaxşı bacarır. İndi isə Chelsea-nin zəifliklərinə keçək. Maresca bəzi oyunları həddindən artıq riskli ssenariyə salır. Baxın, burada 3-3 qalıblar. Və ya bu epizodda isə Liverpool orta pasla meydanın mərkəzini keçir və 4-4 epizod yaradır. Yenə də analoji epizoddur. Chelsea-nin hücum fazasında olduğu halda top itirir. Uzun topla rəqib Chelsea-nin say bərabərində tutur. Acheampong adi təzyiqlərdə kobud səhvlərə yol verir. Və bu epizodda yenə də Acheampong səhv edir. O nə vaxt tullanıb başla topu vurmağını düzgün hesablaya bilmir və nəticədə komandanın qapısına az qala qol olur. Sizcə Qarabağın Chelsea-yə layiqli müqavimət göstərmək şansı var, yoxsa Chelsea elitar bir Avropa klubu kimi Qarabağa futbol dərsi keçəcək?